Tez verilən suallardan biri necə edim ki, həzm prosesim yaxşı keçsin. Bunun üçün bir qədər bəlkə də geriyə qayıtmaq və sizin bəlkə də çoxlarınızın yaxşı bildiyi 3 şərti yadınıza salmaq istəyirəm. Şərt nömrə 1. Qida qəbulundan bütün dəmir əşyaları yığışdırmaq məsləhətdir. Əlinizlə yeyin və yaxud da taxta qaşıqla yeyin. Bundan yalnız və yalnız xeyir tapacaqsınız. Şərt nömrə 2. Stol və stuldan imtina edin. Bardaş qurun, yerdə oturun. Əgər bardaş qurub yerdə oturmaq almırsa, oturduğunuz stulun üstündə bardaş qurmağa vərdiş edin. Bu sizin artıq qida qəbul etməyinizin profilaktikası olacaq. Və nəhayət etibarla şərt nömrə 3. Tanıdığımız, bildiyimiz həmin o imtazdan imtina etmək lazım. Qədim zamanlarda Aziyatski tualet deyilən elmi dildə onun adı Genuya kasasıdır. Çaşa Genuya deyirlər ona. Bundan istifadə etmək daha məsləhətdir. O sizin bağırsağınızın normal boşalmasına çox yardımcı olacaq. Bizimlə qalın, burası çox maraqlıdır.